Herkese salam, kanalıma və yeni vloguma xoş gəldiniz gözəllərim, əzizlərim, əziz və dəyərli, hörmətli gözəl izləyicilərim. Necəsiniz? İnşallah hər biriniz çox yaxşısınız deyə ümid edirəm. Yeni vloguma və kanalıma xoş gəldiniz. Kanalıma və yeni videoma hər biriniz çox xoş gəldiniz əzizlərim. Bugün də hər zaman kimi yeni vlogla qarşınızda əlbəttə ki, kanalın sahibi mən Gamesay, seni Aysundur əzizlərim, bəli. Necəsiz? İlk öncə sizə gəlinlərə hər zaman kimi gündəlik günümdən danışım ilk öncə qızlar. Bugün mən tamtamdan saat 11'də oyanmışam, axşam da saat 11'də yatmışam. 10 saatlıq gözəl bir yuxu rejimim var. Super əla qızlar. 11'də də elə indicə oyanmışam hətta. Gedək hətta birlikdə çox gözəl bir şəkildə əl üzümü falan yumalıyıq, deyim bunu bilin. Bəli, çox maraqlı vlog bu arada sizə gözləyir. Saçlarıma da axşamdan qəşəng qızlar. Dəqiqə deyim neçə idi saat? Axşam deməli saat 8'də belə hördüm qəşəng, sıx hörmüşəm. Saçlarım qəşəng dalğalı olsun. Yəni düzdür, buruq aparatım var, qıvıracaq eləməyə. Proz dedim ki, qoy təbii yolla olsun. Təbii yolla daha gözəl olurmuş kimi gəlir mənə. Çolqlarımı da qəşəng düzəltdim. Baxaq görək indi saçımı necə eləyəcəm. Qəşəng çox ehtimal ki, arxasını açıq qoyub yuxarıda çox gözəl bir sərt topuz yığacam və o zaman çolqlarımı tutacam qəşəng qabağa. Çox qəşəng olacağını düşünürəm əlbəttə ki, həqiqətən də. Məncə əla olacaq qızlar. Bəs sizcə necə olacaq? Bugün sizə bir məsələ haqqında danışmaq istəyirəm həm də. Çoxdandır hər kəsin marağa gəldiyi, merak etdiyi türklər demişkən, yəni türklərin bir sözü var, merak etdiyi, çox beklədiyim, bəli, həqiqətən də yəni çox gözlədiyiniz bir sualı cavablamaq istəyirəm qısa bir şəkildə. Soruşurlar ki, bacın hardadır? Qızlar, bacın nə edir? Böyük bacımdan söhbət gedir bu arada deyim bilin. Böyük bacın hardadır, nə edir, necədir, niyə görə videolarda görünmür, ümumiyyətlə sənin ad günündən sonra heç görünmür, ad günündə belə çox az göründü videoya, göründüyü hissələrdə heç üzü düşməyib demək olar tam. Niyə görə? Bəs niyə görə ki, belədir qızlar? Sual verirsiniz. Həqiqətən əslində maraqlı bir sualdır. Əslində mən sizə heç də qınamıram, mən sizə məlumat verməliyəm. Yəni əgər bir insanı sizə göstərmişəmsə, o haqda, yəni o insan haqqında mən sona qədər danışacağam da, yəni. Belə deyim, böyük bacım artıq ailəlidir. Hətta çoxdandır bilirsiniz. Dekabr ayından ailəlidir artıq. Hal-hazırda may ayıdır bildiyiniz kimi. Yanvar ayı, fevral ayı, mart ayı, aprel ayı, may ayı artıq 5 aydır ki, qızlar. Mənim böyük bacım Aytən, fortepiano müəlliməsi olan bacım 5 aydan çoxdur ki, ailəlidir. Bəli, doğru eşitdiniz. Mən sizə bunu hansısa bir vlogda demişdim ki, artıq böyük bacım ailə həyatı qurub, öz evində yaşayır. Yəni ki, ailəsi ilə birlikdə çox gözəl həyat yoldaşıyla birlikdə yəni ikisi öz evlərində çox qəşəng, xoşbəxt şəkildə artıq yaşayırlar. Çünki 5 aydır ki, artıq ailəlidirlər. Bəs soruşursunuz ki, niyə görə toy vlogu gəlmədi? Çünki onlar buna razı olmadılar. Dedilər ki, zaten toyda biz pul verib o boyda kameraman çağırtdırmışıq və kameraman gəlib toyumuzun hər bir hissəsi haqqında məlumat verəcək və çəkəcək də belə deyim. Sənin çəkməyin mənasız və yorucu bir şey olacaq. Dedilər, əziyyət çəkmə. Mən də həmin gün, yəni nəsə bir o qədər başım çox qarışıq idi, çəkə bilmədim. Çəkdiyim bir kişiyə çox qısa oldu deyə sildim. Yəni silməli şeyləri əlbəttə sildim, silinməmələri yox. Zaten bir o qədər çəkməmişdim, vacib məsələləri falan. Belə qızlar, ona görə yəni ailəlidir deyə görünmür. Bəs niyə olaraq getmirsiniz? Əslində getmişik, sadəcə olaraq bir dəfə getmişik. Bacımın 40 günü tamam olanda getmişik, bir də gəlin köçündə falan. Ondan sonra getməmişik. 2 dəfə də bacım gəlib bizə qonaq gələ bilər. Yəni bir dəfə yəni bir dəfə Novruz bayramına gələ bilər, yadımdadır, bəli. Bir dəfə Novruz bayramına gələ bilər. Bir dəfə də yeni ilə gələ bilər. Bizə yəni 2 dəfə gələ bilər. Özləri isə keçən səfər qonaq gəldilər bizə. 3 dəfə gələ bilər. İndi bu evin yığıncağı olanda gələcəklər artıq 4-cü səfər bizə qonaq gəlmiş olacaqlar. Bu yeni evimizə isə artıq 2 dəfə olacaq ki, qonaq gəlirlər. Biz onlara cəmi cümlətində qızlar 2 dəfə getmişik. Bir dəfə elə belə getmişik, bir dəfə isə bacımın 40 günlüyü tamam olanda getmişik. Çox da gedib gəlmirik. Çünki həm vaxt yoxdur, həm bacım və yoldaşı işdə olurlar, işdən də yorğun gəlirlər. Ona görə çox da gedib onları narahat eləmək istəmirik. Gedəndə də çox qısa sürür, yəni gedib gəlməyimiz, onların da ilə bizə gəlməyi. Bəs niyə yeznənizi göstərmirsiniz? Çünki yeznəmiz üzünün görünməsinə razı deyil həqiqətən. Niyə razı deyil desəniz? Çünki biraz kamera adamı deyil, çəkinir, utanır. Bu çox normal bir şeydir. Mən ona həqiqətən çox normal şəkildə baxıram. Hər bir insanın öz fikri var. Mən onun hər kəsin fikrinə, özünün şəxsi fikrinə əlbəttə hörmət yanaşıram. Mənlik burada bir şey yoxdur. Öz istəmir, göstərmirəm. İnşallah yaxın zamanda istəsə göstərərəm. Yəni razı olsa göstərərəm.
Onlara getməyi planlaşdırırıqmı? Bəli, planlaşdırırıq əslində bu yaxın zamanlar üçün hətta. Gedərsək əgər sizin üçün qəşəng mini də olsa bir vlog çəkəcəm mütləq. Çünki sizə çox maraqlı gəlir. Düzdür, ailə qurandan sonra hələ də bacım razı deyil ki, üzün göstərsin. Deyir ki, çünki tez yeni ailə qurmuşam, baxma, nə bilim, özümü falan da çox çəkmirəm, eləmirəm. Heç adca deyir, özümü statusa belə kontaktlarım üçün qoymuram. Həm biraz yoldaşı icazə vermədi. Bu aralar dedi ki, yoldaşı icazə verirəm. Yəni necə sən özün bilərsən. Amma özü razı deyil. İndi də yoldaşı da özünün çəkilməsi razı deyil. Belə danışıram sizlər üçün. Bəli qızlar. Yəni belə bacımın vloqları görəcəksinizmi? İnşallah çox yaxın zamanda icazə versə görəcəksiniz. Niyə görmürsünüz? Yeznəmizi də ilk dəfə görəcəksinizmi? Bəli, onu da görəcəksiniz. Narahat olmayın. Belə. Bacım ailəsi haqqında sizə danışdım, çox maraqlı. Qızlar, bugün ev vloq olacaq. Bəli, doğru eşitdiniz. Ev vloqu ilə bugün qarşınızdayım. Çünki hava qızlar dəhşət küləkli və soyuqdur, şaxtadadır. İnsan heç hava çölə bayıra falan çıxmağa həvəsi yoxdur həqiqətən. Ona görə də neyniyək? Yeni vlogumuz başlar. Wow, wow. Qızlar, hal-hazırda saat elə də 11 radələridir. Günorta saatlarına yaxın vaxtı. Və dəhşətli yağmur yağır, yəni yağış yağır qızlar. Və qəşəng buludlu, qapqaradır hava, şaxta və soyuqdur. Necə deyərlər mahnıdakı kimi, hava qara bulutlu, yenə yağmur yağıyor. Hava qara bulutlu, yenə yağmur yağıyor. Hava qara bulutlu, yenə yağmur yağıyor. Hər yağış yağanda düşün, yadıma düşən mahnı, başıma düşən daş düşən, nə bilim nə. Bəli, yadıma düşən ilk mahnı. Hava qara bulutlu, yenə yağmur yağıyor. Baxın yaxşı qızlar, leysan amur. Yəni sel oldum həqiqətən. Vay vay vay, yağış oldu. Bu necə bir şeydir. Bugün gərək kimin mütləq bir vacib işi var idisə, saat 12'ye qədər mütləq həll edərdi. Bu da maksimum 12'ye qədər az gücləcəsə. Sel oldum, sel, ay sel. Bütün aysellərə salam, canımsız. Ay sel, yenə yağır selim. Görək ayına bax, gününə bax çıxacaq. Zaten görürsə bu yağışdan sonra çox gözəl bir gün çıxır. İşlərinizi məncə ya sabaha saxlayın. Çünki bugün də günəşlə deməyiblər, sabaha deyiblər. Əlbəttə ki, yağışdan sonra çıxan günəş yaz yağışına deyil. Bəli. Yəni bu bir yaz yağışıdır. Tez bir zamanda bitir və necə deyim, insana bir qədər təsir eləmir bu yağış. Nədənsə bilmirəm, elə deyirlər. Nənəm demişdi. O hər zaman ərli arvadın münasibəti, yox, küsülüyü yaz yağışıdır deyirlər. Nənəmin sözləri. Mark sözlər. Gedəyəliniz yox, çünki hələ üzümü yumamışam. Saat 11:20-dir, amma mən hələ də üzümü yumamışam. Kızlar çok güzel değil belə cozy vibes və cozy işıqlar, belə istili, qəşəng ocaq, belə buradan çox gözəl bir mənzərə, belə çox gözəl səliqəli hal və televizor maraqlı bir nə gedir hava. Hava gedir qızlar, hava xəbərləri gedir. Devamında baxaq görək nədir. Deməli bir belə bəy bizə bugünkü hava proqnozunu təqdim edir. Maraqlı görək nədir. Bakı üçün, Bakı Sumqayıt üçün falan baxarıq Bakıya. Görək bugün Bakı üçün də var. Çox maraqlı. Görürsüz, yıldırımın səsi çox qorxulu. Özünüzü qoruyun. Bu gözəl mənzərədə, cozy işıqlarda, cozy vibes'da, belə gözəl bir mənzərədə, bu gözəl belə halda hava proqnozuna baxa-baxa, ocaq qarşısında belə ocaq səsi ilə, yıldırım səsi ilə, çöldə yağış yağarkən şırraşır, çox qəşəng, baxın, yağıyor, yenə sanıram. Belə gözəl bir mənzərə bizi qarşılayır. Bu mənzərəni da sizə edə bilmirəm, həqiqətən. Düz izah eləməyə çalışdım, amma alınmadı qızlar maalesef. Hələ biraz saçma atacağım qızlar. Hal-hazırda isə burada, bu yaxınlarda indi mən 1-2 dəqiqə istəyirəm. Mənə hədiyyə gələn bu gözəl qablaşdırmada, şirin və minnoş qablaşdırmada olan, çox gözəl olan bu lüks şirniyyatı sizin üçün çəkməliyəm, paylaşmalıyam. Öz doğru fikirlərimi sizinlə bölüşməliyəm.
Dadına baxmamışım, amma içərisində tam-tamına 5 ədəd var. Bəli, içərisində tam-tamına 5 ədəd var. Qızlar çox qəşəng qaplayır, qaplaşdırılıb. Hətta mən bu səbəti saxlayacağam deyim sizə. İndidən məndə belə bir şeylər var, bu bilirsiniz, çox yaxşı. Bu nədir qızlar? Bu şirniyyatdır, bəli. Yox, şirniyyatdır da, bəli. Belə deməli marshmallow deyil, makaron var. Türklər ona makaron deyirlər. Makaronun yarısını bölüb, yarısını içərisinə yerləşdiriblər. Nə? Onu deyim. Belə portağallı makaronlardır. İçərisinə portağallı krem qoyublar. Bir də bu Dubai keks falan olur. Dubai şokoladlı kadayıf. Üzərinə çox gözəl şəkildə kadayıf vurublar. Bu da olub portağallı makaronya. Portağallı makaronya. Yeni özəllik. Bəli, çox qəşəngdir. 5 ədəd birdir və 5 ədəd var. İndi bunların dadına baxıb sizlərlə bölüşəcəm. Dünən almışam. Mənə reklam təklifi üçün gəlib. İndi sizlər dadına baxacaq. Çox maraqlıdır. Birazdan amma indi saat çünki 12-nin yarısıdır. Elə mənim görüləcək işlərim var. Gedim bunu həm yiyeyim, həm də çəkim qızlar. Deməli, hazırlaşaq ilk öncə. Bura qoyuram hər zaman. Kamera durmur. Elə bu vəziyyətdə çəkəcəm, dedi ki, problem deyil. Həm də şirin görürəm elə bu qadayıflar kimi. Salam. Siz bəs heç portağallı makaron dadına baxmısınız? Həqiqətən inşallah ki, hər kəs üçün, indi deyirəm ki, hər kəs üçün dadı çox maraqlıdır. Əgər maraqlıdırsa da, siz də alıb yoxlaya bilərsiniz. Həqiqətən çox qəşəng görünürlər. Minnoşdur, qablaşdırması da özündən də şirindir. Çox gözəl, dadına baxaq. Çox qəşəng. Gördüyünüz kimi mən 2 dəqiqəyə 5 portağallı makaronyanı yedim. Sırf edirəm, özüm tək yemədim. Ailəmlə bölüşərək yedim əlbəttə. Qardaşım, gəlinimiz, uşağım, mən. Yəni qardaşım uşağı, mən, qardaşım, mən dördümüz hər yerə bir dənə çatdım. Dadı çox möhtəşəmdir. Evdə də hər kəs bəyəndi. Siz də sınaya bilərsiniz. Layıkladım bunu da. Kesinlikle məncə hətta mütləq sınamalısınız. Çox gözəldir. Bəli qızlar, çəkdim videomda, həm də şortsuz. Səbət də çox qəşəngdir. İçərisindən bunu da götürmək olur, amma neysə. Kameramı qoyuram. Kızlar, indi istəyirəm sizinlə birlikdə çox qəşəng şəkildə saçımı açaq elə gətirib burada açım. Görək nə formaya, figuraya düşür. Daha doğrusu saçlarımı hazırlayıb gəlirəm. Dəyişim videosu istəyirsiniz saçlarım üçün. Edə gözəm var. Nə deyirsiniz? Qızlar, bunun fərqindəsiz ki, hal-hazırda saat 2-yə qalıb tam-tamına 5 dəqiqə. Yəni saat 13:55-dir qızlar. Deməli, niyə görə belə oldu? Qızlar, sizə deyəndə saat artıq 12-yə qalmışdı 20 dəqiqə və getdim həməncəsini tez bazar yemək yeməyə, çünki acmışdım. Və bu zaman yeməyimi yedim, bitirdim saat 12 radələri falan da. İndi deməli qızlar 1 saatdan çoxa nə etdim? Qızlar, biraz telefona baxdım, sonra biraz sosial mediaya, biraz oyun oynadım. Biraz bir iki işim vardı, onu həll etdim burada kompüterdə qəşəng bu gözəl vibesdə. Sonra saçlarımı açdım. Hal-hazırda saat qızlar 13:55-dir. Bəli, çox gözəl bir saat radələridir. Düşündüm ki, yemək yeməyə falan üçün maraqlı olmaz. Şortender yedim. Qəşəng şirin çayla falan süper getdim. Göz haqqınızı və siz haqqınızı halal edin. Nəysə duş olsun. Deməli belə. Yemişəm artıq, zaten narahat olmayın, saçımı isə artıq açmışam da, düzəltmişəm də qızlar bu 1 saata. 1 saata yaxındır saçlarımın üzərində əlləşirəm həqiqətən. Deməli qızlar, nə edirəm mən? Baxın, çolkamı düzəltdim biraz. Saçımı da açdım, belə oldu və topuzunu hazırladım saçıma. Qəşəng saçımı lakladım. Qəşəng belə, hətta fenlədim belə ki, qəşəng fərahlı görünsün. Saçlarıma fenləyəndə mənim qəşəng belə saçlarım çox nəzik olduğuna görə fərahlı görünür biraz. Düzdür, arxasını biraz bəyənmədim qızlar. Topusu qəşəng oldu, amma topusu ilə okey var, yəni saçını aralayan hissə. Oranı bir o qədər də bəyənmədim. Düz ayırmışam, düzdür, amma biraz elə bir ki, səliqəsiz görünür. Olanda düzü lakladım, qəşəng göründürməyə çalışdım. Nəysə olsun, eybi yox qızlar. Qəşəngləşdirmək üçün bir iki şey taparaq, amma tapa bilmədik. Maalesef. İndi qızlar, mən kombin eləməliyəm. Bugün özəl və gözəl kombinini hazırlamalıyam. Bizə görə nə kombin hazırlayıram. Hardasa qızlar 1-3-ə qədər falan hazır olmalıyam. Saat 3-də maşınla biz deyəsən harasa gedirik. Qızlar, təsəvvür edirsiniz, hal-hazırda saat 3-ə qalıb 10 dəqiqə və mənim 10 dəqiqədən tez bir müddətdə tez bazar çıxmağım lazımdır. Bəzi işlər var. Çox qəşəng bir gün olacaq. Bunu əminəm əlbəttə, hər zamanki kimi. Hər zaman əminəm, hər günümün gözəl olacağına şükür Allah. Əlbəttə ki, Rəbbimin sayəsində. Deməli qızlar, bugün belə oldu kombinim mənim, bu gözəl kombinim. Bugün qəşəng belə göy ayaqqabı, göy saraçka, yəni mavi saraçka, göy cins, belə jaket. Bunu bir dəfə geyinmişəm, yadımdadır ki. Amma çox qəşəngdir qızlar, o qədər gözəl görünür ki. Çiynə belə atanda daha gözəl görünür ona görə. Soyuq olsa lap çiynimi də bağlayaram. Bunun üçün də heç bir problemimiz yoxdur əlbəttə.
Saçlarım da belə qəşəng oldu. Yenə qızlar hər zamanki kimi, çox bir zamanki kimi mən bu eynəyi taxdım mod olaraq. Çünki qızlar bu eynəyi var ay qızlar. Mən dəhşət çox sevirəm və inanırsınız, o qədər gözəldir ki. Ümumiyyətlə bu eynək qızlar mənə həqiqətən də çox gözəl yaraşır. Özüm də çox bəyənirəm bu eynəyi. Ona görə də mən deyirəm ki, bu eynəyi mən məhz çox istifadə eləməliyəm. Çox istifadə etsəm daha gözəl olar və daha yaxşı olar əlbəttə. Gözəl bir şey niyə də yox. Və bu yeni aldığım belə çox gözəl trend bir bayqış şalvarımı da geyindim. Elə düşünürdüm ki, qızlar, mən bu şalvarla hansı belə gözəl bir kombin edə bilərəm. Baxın elə məhz sizcə bu kombin imiş. Yox, sizcə də yox, məncə də demək ki bu kombin imiş qızlar. Bəli, çox təşəkkür ederim. Mənə bir mesaj gəlməlidir, mesaj gözləyirəm. Mesaj gələn kimi qaça gedərəm mən. Hal-hazırda saat qızlar 14:54-dür. Hələ də yağış dayanmır. Sadəcə olaraq hardasa bir yarım saat olar ki, qızlar, azaldı bu gözəl yağış belə. İnşallah birazdan lap kəsilər, məncə kəsilər qızlar. Qızlar, inanırsınız, hələ də yağış yağır. Yəni şokdayam həqiqətən. Ay, çox qəşəng amma qızlar, mən uşaq vaxt yadımdadır ki, belə həmişə yağış yağanda belə olurdu. Yəni suyla, yağış suyla belə otlanırdım yağışında, qardaşımla falan. Bacılarımla da olurdu. Çox qəşəngdir. İşte bir kız neşəsi dərlər bunu. Kız neşəsi. Bəliyim qızlar. Mən saat deməli 14:57-də çıxmalıydım evdən. 14:59-da çıxdım. Çıxırdım ki, biraz gözüm. Saat 3 tamamda da ekranıma çıxdım. Qızlar evdən də demək yox. Amma hələ də bu yağış yağır. Elə bir damcı da azaldı nəsə. Mən elə bir kərə gəldi ki, elə bir az da azaldı qızlar bu yağış. İnşallah azalmış bulunmaqdır yaxında. Bir dənə məhəllənin bir-iki yeri var, oranı keçməliyim çünki burada insan çoxdur. Bir dənə buranı keçim, görüm yağış yanır, yoxsa dayanmır qızlar. İnşallah dayanar. Yaş oldum. Çatır götürmədim özümdə. Heyv. Çox gözəldirlər bu qızlar, bu güllər, çiçəklər həqiqətən. Güllərin gözəlliyi deyib tuturam. Güzəlləyin çox xoşuma. Burada təbii halda əkib oradan qaba yerləşdirirlər, çox qəşəngdir. Evə qayıdarkən alacağım mütləq birini inşallah. Alanınızda görəcəksiniz. Özəcəm sarmadayacağım. Elə yəqin ki bu mavili çəhrayımı alacağım. Daha gözəldir. Və evdən mamacının evində bu çiçəyə bənzər bir gözəl çiçək var idi. Çox sevirdim adını. Hər qızım keçə bilməyib, bir dəqiqələrlə dayanıb səssiz izlədiyi həmin o gözəl mənzərə, həmin o gözəl məkan. Bəli, budur qızlar. Çox qəşəng. Gedək məncə. Yağış kəsdi bu arada qızlar, sizə deyim məlumat verim. Şükür Allah yağış kəsdi, hətta elə indi kəsdi qızlar. Sizə biləm, bu 5 dəqiqədən çox, 36 dəqiqə falan var ki qızlar. Yağmır, mən də oje mama dilin məhəllərinə tərəf gedirəm. Oje bizim məhəlləyə çıxdım. Bizim məhəlləyə çıxandan sonra gördüm yağış kəsilib qızlar 1 dəqiqə falan durur yağmır. Zaten demişdilər, hal-hazırda qızlar saat 4-ə işləyib 10 dəqiqə. Bəli. Məsələn, baxıram bura vloqum 15:03-də bağladım və yoluma davam etdim. 7 dəqiqə gəldim mama gilin qapıları tərəfə. Qonşumuzun qapısını əmələrdirdim. Mama gildə maalesef heç kim yoxdurlar. Mama işlədir, bacım universitetdədir. Bacım da günün universitetindədir. Qapı da kilitlidir. Qapını açarsa məndə elə ki yoxdur. Nəysə, inanmırlar. Mən sizə gedirəm öz işimə gücümə. Yaxşı qızlar, yağış kəsildi. Hal-hazırda isə qızlar fikir verirəm ki, qara bulud gedir. İndi bir yarım saata, maksimum yarım saat sonra çox gözəl bir gün çıxacaq qızlar. Günəşi o qədər sevirəm. Günəş görəndə özümdən asıl oynayaraq çox qəşəng sevirəm. Qız neşəsi dərlər yenə buna. Qız neşəsi qız düşdü. Hazırda isə gözləyirəm qızlar. Avtobus. Bəli. Hazırda şu an artıq bir hafta 9. Amma yəni bir hafta Moskvanı keçmişik, məhəlləmiz şəhərin sentrinə çıxmışıq. Molu da keçmişik, şəhərdə sentr molları. Sentr molu da keçmişik qızlar. İndi gedirik qızlar hara? Sizcə hara? Bir dənə burada şey var qızlar. Bizdə şəhərin sentrində, sentr molun qarşısında mərkəz var. Mərkəzi indi dönməliyik. Mərkəzdə düşmürəm mən gedirəm. Bizim binadan əslində qızlar gözləsəydim bizi tərəfdən gələn avtobusa minib gedə bilərdim. Hətta bizim məhəllədən də minə bilərdim. Prosto ki gəldim Mamagülün məhəlləsinə.
Dedim həm daha nə bilim çox oturaram çünki ayağım ağrır qızlar. Mən belə havada özümü narahat hiss edirəm həqiqətən. Nəysə. İndi deyəcəksiniz ki, nə əcəb sən belə havada, yəni keçdi. Ha, 2 haftamız. Ha, 3-cü günü keçdi qızlar. 3-cü haftamız keçdi. Bir sentirmol, bir polislərə sevgisi mərkəzdə keçdik. İndi gidirik. Qızlar indi deyim sizinlə. Deyəcəksiniz indi sənə bu havada yəni kim çıxartdı belə cürə? Bəli qızlar, məni bu havada kim çıxartdı bunu deyərsiniz. Mənim gözəl gəlinimdir ki, çıxdıq evdən yeyib, nə bilim, hava falan gördü, biraz halım falan yoxdur, ayağım ağrıyır, eləyir. Ona görə parka gedirik. Uşaq vaxtım parka gedirik. Amma indi həqiqətən parka gedirik. Sizdən tərəf ola gedirik. Avtobusdan çox çəkə bilmirəm. Arxamda adamlar oturur. Vay. Avtobusla yola saldık. Qızlar gelin. Burada yeni bir kosmetik mağaza çok eğlene göre. Çok yaşayan bir mağaza. Buradan biraz bakın. Ay Allah gül. Çok güzeldi. Kızlar acaba hangisini alıp pembe isterim onu. Kışın siz sabırlısınız. Çeşmeden olsaydı. Maalesef. Pullara kızlar. Vay. 270 manat. Böyle. Kartdan pul çıkarmağa gelmiştim sadece. Evimizin yanındaki mağazada vardı. Burası biraz hava alım. Gezim. Açılışım ve pulu çıkarım kartdan. Gidelim. Gördüğünüz ve bildiğiniz kimi. Bəli, çok güzeldi. Məndə 405 manat pul var, indi onu qeyd edirəm. Sonra mən evə gəldim və evə gələrkən yolda bu çiçəkləri yenə gördüm. Həqiqətən bu çiçəklər çox gözəldilər. Təbii qapda, yəni binanın qarşısında əkirirlər və sonra satılırlar. Çox gözəl, alacam mütləq. Əlimdə nəqd pul olan zaman mütləq. Çox gözəldilər çünki həqiqətən. Sonra isə qızlar qalxdım bizim məhəllədə yerləşən binaya. Bizim məhəllədə həm həyət evlərdi yarısı da bina evlərdi və qalxdım bina evinə. Qonşumuz qızlar şəhərdən saat 4-də gəlmişdim və ondan sonra bir işlərim oldu. Məhəllədə həmin gülü aldım. Sonra qonşumuz gilə çıxdım və sonra isə evə gələndə artıq saat 6 idi. Gəldim qəşəng qızlar evə ilə. Sonra Melislə oynadım. Düşündüm ki, Melisa'ya çoxdan vaxt keçirmirəm. Qəşəng bir bala vaxt keçirək. Elə saat buncada 7 oldu. Orqanazır yerləşdirdim qəşəng. Sonra isə saat 7-də düşdüm aşağı yemək yeməyinə, axşam yeməyi etməyə. Çox gözəl gəlinimiz, əllərinə sağlıq. Necə deyim sizə, kotlet eləmişdi. Pura ilə birlikdə yedik olsun. Saat biraz oturduk bir yerdə qəşəng söhbət eləyib, televizora baxdıq elə qızlar. Sonra da qalxdım yuxarı, saat elə 11-in yarısı falan yatdım. Bugünkü günüm yəni belə oldu qızlar. Bu vlogumu da bəyəndinizsə qızlar, kanalıma abunə olun, videoma like atıb bol və gözəl yorum yazmağı unutmayın. Düzdür, mən sizdən hər dəfə istəyirəm, amma neyiniyim qızlar, mən sizə vlog çəkib təqdim edirəm və qarşılığını istəyirəm ki, sadəcə olaraq mənim kanalıma abunə olun, videolarımı bəyənəsiniz. İlk öncədən təşəkkür edirəm. Kanalıma abunə olun, videoma da like atın. Atdınız və çox sağ olun. Qızlar, bu arada deyim sizə, yemək yeməmişdən öncə orqanazerlərimi yerləşdirdikdən sonra saat 7 tərəflərində dedim ki, biraz qəşəng baxım etdim. Çoxdan da baxım etmirəm və üzümə biraz krem falan vurdum. Sonra isə qəşəng bir baxım maskası. Və sonra qızlar həmin baxım maskasını da gözlədim 1 saat və bu 1 saatda isə nə yedim deyə soruşsanız, əlbəttə ki, deyərəm ki, sizlər üçün vlogu montaj etdim yarısını. Mən həmişə beləyəm qızlar, taktik olaraq vlog çəkirəm, çəkdiyim sizlərə qədər boş vaxt tapan kimi montaj edirəm, qalır. Nə vaxt evə çatan kimi falan məsələn olan, yəni bəzi anlarda da paylaşıram tez bazar həmin gün. Bu çox qəşəng bir taktikadır. Bəli, burada da vlogu montaj etdim. Sonra da düşdüm aşağı, yemək yedim. Elə bu maskalı halımla yedim. Sonra gəldim yeməkdən sonra maskamı çıxartdım. Sonra getdim yenə aşağı qızlar. Qardaşım gilinə falan söhbət elədim. Sonra isə televizora falan baxıb yatdım. Bu günümüz də belə bitdi. Qızlar, deyim ki, bu vlog 2 günlük vlogdur. Ona görə səhərimiz də var. Səhər vlogda görüşərik. Səhər-səhər əlbəttə ki, yuxudan duran kimi ilk işim əl üzümü yuyub dişlərimi fırçalamaq oldu əlbəttə. Hər zaman kimi hazıram. İşte qızlar düşdüm aşağı və 1 stəkan su, 1 stəkan isə çox qəşəng bir çay içdim. Sorsanız ki, su üzərindən çay nə deməkdir? Mən beləyəm, çox qəribə bir insanam həqiqətən. Bu arada yenə günə baxanı yəni. Sən demə mənim DB-dən necə gözəl çolkalarım var imiş. Baxın, bu ortada olan qısa çolkalar var. Mənim yeni çolkalarımız və çox gözəl görünürlər. Gəlinimiz mənim bu çolkalarımı inanırsınız elə tərəflədir ki, ay qızınca gözəl çolkalarım var, buna bax. DB-dən hətta yeniləri qəşəng uzun çıxıblar, nə bilim. Bilirsiniz nə həvəsinə gəlmişəm. Saçlarımı, yox da çolkalarımı stilini dəyişmək qərarına gəlmişəm artıq. Bəli, məni yeni stildə görməyə hazır mısınız? Xahiş edirəm, məni yeni stildə görməyə hazır olun. Həmən ola bilər, yəni hazırlaşın bu yaxın zamanlarda. Zaten bu yaxın zamanları salona getməyə planlaşdırıram. Bu da benim aklıma nereden geldi ya? Nereden geldi ya be?
Belə pijamadayım əlbəttə hər zamanki kimi. Mənim favorit pijamalarımlayım. Çünkü bunlar çok güzel arkadaşlar. Gerçekten mükemmeldiler. Neyse. Belə səhər saat indi neçədə onu deyim sizə. 12 tamam deyə inanırsınız. Hal-hazırda düzü saat 12:06-dır. Mən amma 12:01-də qalmışam. Yoxdan yəni 5 dəqiqədir. Durdum kızlar, yerimi yığdım 5 dəqiqə qaçaraq tez bazar. Zaten bir o kadar dağıtmamışdım. Yəni bir dənə üstündəki perişləri qoydum, bir də yorğan örtdüm. Mən çox səliqəli yatan bir insanam. Özür dilərim hər kəsdən, amma nəysə. Qızdı zaten. Belə 5 dəqiqə tez bazar. Səsim biraz pis gələ bilər çünki yuxudan indi də uyanmışam. Bildiyiniz və dediyim kimi də qızlar. İşıqları dinindən yandırmışam çünki nəsə yenə qaranlıqdır və hava kara buludludur, amma yağmur yağmır. Yani yağmur, nədir, yağış yağmır. Salam, necəsiniz qızlar? Nə var, nə yox əzizlərim? Bugün mən nə yiyirəm? Çocuğuma yemek yapıyorum. Evet. Deməli çocuğuma yemek yapıyorum tayım kızlar. Dakika yani kafama karışıp bilmirəm neyiniyim. Neyse, yap tarafını məbırcik. Çocuğuma da nasıl yemek yapıyorum demek. Bunu koy da aşkım. Tamam aşkım. Orada kıza kardeşim yok diye işledim. Yani kendimiz değilim. Çocuğuna yemek yapıyor evet. Özü demişken çocuğuna yemek yapıyor anne. Evet, çocuğuna yemek yapan anne. Tam olarak öyle. Çekirsen, yan çek gibi. Ben istedim. Kızlar burada bilen. Şimdi böyle. Buraya yapacak kızları yapmak babamın bir tanesi dedi. Bir zaman aynen tam gidenler soruyorlar. Hava şaka mı yapıyorlar? Şimdi ben kaydımak isterim yukarı. Bugün ne yapıyoruz? Gidiyoruz alışverişe. Bacım evet. Hazırda marketteyim. Yani süpermarketteyim. Alışveriş etmeye geldim. Gəlinimizin vacib bir işi çıxdı və məni bura ötürüb elə qoyub getdi o. Daha da sonra mən maşınla gəldim. Onu apardım, qoydum, gəldim. Çox sağ olsun nəysə. Deməli qızlar, hal-hazırda mən supermarketdəyim. Artıq bir kişi almışam, amma yenə də alacaqlar. Qızlar sizə aldıqlarımı göstərmək istəyirəm. Bəli. Gəlin göstərim burada nələr var deməli. Belə bir portağal şirəsi almışam. Hal-hazırda belə bir limonad alacağam. Sonra baxın burada çox gözəl bir feyxoa da var. Bundan da alaq. Kola. Çok güzeldi. Yeni geçen görünüş. Böyle bir karpuz jelibon almışam. Bunu sınayacağım. Size çıkacak bir. Yani short çekeceğim hatta. Bu başka bir şey yarar. Burada böyle bir şokolatlar almışam. Çok oynamaya çok geçenler. Sessiz almışam. Çoktan demin sessiz yok idi kızlar. Cipsi. Yine cipsi böyle bir formata. Sonra böyle bir makaron alırım. Un alırım. Lazım həqiqətən çünki evimizə. Böyle bir konserv alırım. Bəli. Sonra böyle birazcık almak istedim ve alırım. Tomat var, mayonez alırım. Duz istiyor, sumak alırım. Bu da ne değiller buna yadımdan çok yakın adı kızlar. Ama ben bilen çok yaşın adı var. Kızlar burada o kadar güzel kruasanlar var. Donutlar da alaq. Çok teşekkürler çünkü. Burada armut ve çeyrek mürəbbəsi var, üzüm mürəbbəsi var. Gelin bir armut bir de şey çeyrek çünkü yeni var bizde evde. Balık alacağım. Bitireceğiz bu çamadan daha sonra görək neler var. Çok maraqlıdır bu arada həqiqətən. Sonra baxın burada belə bir doğranmış bağ da var. Amma mən istəmirəm çünki mən diri balıq aldım qardaşımın istəyi ilə. Və tərəvəz alacağam əlbəttə. Baxın burada belə gözəl sosislər də var. Deyirəm bir dənə bundan da alaq. Çünki çox qəşəng olar həqiqətən. Sonra baxın görün burada nələr var qızlar. Yumurta var evdə, yumurta var. Yəni bir paket götürək. Baxın nələr var, mən sizə deyim indi. Baxın görün qızlar mandarin var, çox keyfiyyətlidir. Həqiqətən armud alıram əlbəttə. Da almalaq. Sonra indi getdik tam tərəvəzlərə qızlar. Baxın nə alaq. Çuğundur alıram. Bundan da xiyar, bir də kök. Bizim evde çünkü dəhşət çox istifadə olunur. Burada belə bir vedrə gördüm və pastel gördüm, boya dedim Melis üçün alım. Burada respirt falan da aldım. Yəni çox lazımlı şeylərdir. Bildiyiniz üçün. Burada belə qablar da var idi. Gəldiyimizdə zəngdə formada danışdım. Sonra da bu getdi ki, day vaxtım yoxdur. Mənim əlaqə saxlamam. Burada belə kapsullar var, istəyənlər yəni ala bilər. Mən bir dənə aldım şəxsən. Aldıqlarım bu kadar da hazırda. Növbə gözləyəcəm. Sonra isə qızlar növbə tutanda sizə vlogu baxacağım. Qızlar, deməli aldıqlarım bunlardır. Hal-hazırda istəyirəm ki, sizinlə birlikdə, yəni çox gözəl bir şəkildə ayaqqabı ilə falan elə indicə də həqiqətən indicə elə qızlar. Buzdolabın, yəni soyuducunun market alışverişini soyuducumuza, yəni aldıqlarımızı birlikdə yerləşdirək. Çok güzel. Biraz dekor veya da biraz lazımlı eşyalar da almışım. Ben çok güzel bazarlık eləmişəm. Bu arada size göstermiştim zaten kızlar. Aldıqlarımın hamısı cəmi 210 manat tuttu. Hatta bir kupon kazandım. 111 manatlıq alışverişi keçdiyimə görə. Ben çok güzel bir kampanyadır. Siz de yararlanabilirsiniz. Marketler çok güzel bir indirim kampanyasını düşürmeye gidiyorum. Var kimi bir şey. İndi
Əslində qızlar evdə un var imiş. Mən bilməyib almışam. Amma biz un, yəni sən demə qızlar 5 kiloluq alıb evə qoymuşuq. Mən yenə də nə elədim? 2 kiloluq şirniyyat unu aldım. Düzdür bizdə adi undur, amma çünki bizdə həm şirniyyat unundan istifadə var, həm də adi undan. Və mən də adi şirniyyat unu aldım 2 kilo. Deməli evdə 2 kilo şirniyyat unu var. Sadə undan da 5 kilo. Option bir 7 kilo unumuz var. Undan boluq qızlar, bəli. Tad olaraq deyilə görə şirniyyat unu biraz elə bir şitdən, yəni şirindir məncə, bilmirəm. Bəli, bu arada manat almadım çünki istəmədik. Gəlinimiz dedi ki, var evdə bir 2 dilim almışıq, lazım deyil alma. Onun yerinə başqa lazımlı şeylər al. Bir neçə gündən sonra qardaşın gedər qəşəng dostunun yanına, dostundan alarıq. Və çox gözəl bir ət var. Başqa mağazadan alma lazım deyil, qoymadı gəlinimiz. Burada nə var deməli? Mayonez, bəli, mayonez var. Acika. Kızlar hal-hazırda evdəyim. Onu zaten bilirsiniz. Mən evə gəlib çatanda saat 4 idi. Hal-hazırda onları yerləşdirdim falan. Bir də qızlar mama yerə getmişdim. Mama yerə getdim. Elə bir yarım saatdan bir 40 dəqiqə falan oturdum, gəldim. Həm elə bazarlığı gətirdim, yerləşdirdim bura qızlar. Sonra getdim mama gilə. Onlardan da bir iki şey gətirdim, özümə məxsus. Onları da yerləşdirdim. Hal-hazırda saat elə 6 tamamdır elə. Deməli, dünəndən bu günə əslində nə etdik qızlar, onu deyim öncə. Bugün qəşəng bir market alış-veriş elədim. Sonra ev vlogu oldu da. Bu market alış-verişi, ev işləri və necə deyə bilərəm, ev vlogu oldu. Amma sizə deyim ki, çox qəşəng bir vlog oldu. Əsl istədiyim tərz, amma 2 günlük vlog. Yəni uzun 2 günlük vlog, uzun vlog və market alış-veriş etdik. Sonra qəşəng bir nə elədik? Əlbəttə ki, ev işləri gördük. Minik ev işləri, bəli, gördüyümdən yəni gördüm. Özüm otağım falan yeni köçdüyümə görə, yəni köçmək üçün yerləşməliyəm, səliqə salmaq lazımdır yerləşmək üçün də və buna görə. Deməli qızlar, bu arada məndən soruşurlar ki, niyə görə çox uzun müddətdir artıq unpacking videoları gəlmir və ya niyə kargolar sifariş etmirsən, edirsən bizlə paylaşmırsanmı? Xeyr qızlar, ümumiyyətlə son aralar artıq demək olar ki, bir 2 aydır ki, 2 aya yaxındır ki, kargo sifariş etmirəm. Həm puluma qənaət edirəm, həm mənim nə qədər məhsulum var, yəni geyimim, keçimim, aksesuarım, hər şeyim maşallah bolluqdur. Ona görə ehtiyac duymuram. Həm özüm istəmirəm, həm də bu aralar mən ciddi şəkildə puluma qənaət eləməyə başlamışam. Gələn vloqda çox ehtimal danışdım bu haqda sizlər üçün. Mənə çox qəşəng və maraqlı olacaq məncə. Deməli, qızlar, yəni buna görə həm qənaət edirəm, həm almalı bir şey tapa bilmirəm, həm bəyəndiyim bir məhsul yoxdur, həm də ehtiyac duymuram, həm də ki, yəni mənasız şeylər almağa dəyməz deyə düşünürəm. Həm də ki, bu aralar başım yaman qarışıqdır zaten yeni evə köçdüyümə görə. Heç inanasınız ki, yəni sifariş səhifəsində belə baxmıram, görən yeni nələr gəlib, nələr almaq olar. İnşallah vaxt tapan kimi mütləq yaxın zamanda edəcəm. Düzü məndə tək unpacking videoları sevilmir. Məndə unpacking videoları vlogun içərisində olarkən sevilir. Buna mən diqqət etmişəm. Ona görə də mən daha bundan sonra əminəm ki, çəksəm belə çox nadir və qısa bir video çəkərəm ki, unpacking haqqında. Vloqların içərisində olacaq daha bundan sonra unpackinglər. Çünki siz belə istəyirsiniz və belə sevirsiniz. Fikirləriniz üçün də çox sağ olun qızlar. Hal-hazırda mən acımışam. Gedirəm, biraz telefona falan baxım, video montaj edeyim. Saat 7-də falan görüşürüz arkadaşlar. Qızlar, deməli saat 7-dir. Hətta 8-in yarısı biraz elə bir gec oldu, amma nəysə. Hal-hazırda buradayam. Durdum yatağımdan. Qəşəng vlogumun demək olar çox hissəsini yenə də montaj edim. Ta bu son hissələrinə qədər də yəni montaj edim. Super bir şey, belə taktikadır məndə. Vlogu mən çəkə-çəkə montaj edirəm. Bilməyənlər mənim hansısa vlogumda ətraflı danışmışam mən bilən bu haqda. Belə yapıyorum işte, anladınız arkadaşlar. Anlamayanlar da anlayanlara anlatsın və mən anladıram yorumda falan. Nəysə boş verin. Deməli qızlar, indi saat dediyim kimi 8-in yarısı, yəni 19:33-dür. Hal-hazırda düşürəm aşağı yemək yeməyə. Evdə hal-hazırda heç kim yoxdur. Qardaşım gəlməyib işdən. Bugün saat qardaşım 9-da gələcək. Gəlimizdəki qızlar qalıb rəfiqəsi gildə elə də. Bugün rəfiqəsi ilə gediblər. Bəs sabah rəfiqəsinin ad günü olacaq. Onun üçün bir iki şey almağa özlərinə. Heyli gəlməyib saat 7-dir. Düşün aşağıda bir iki şey atışdırmalar olaraq yeyim qızlar. Sonra görüşürüz. Evet. Bəli qızlar, yenə biz bu otaqda görüşdük. Niyə görə? Qəşəng qulaqcıq taxdım qulağıma və yemək yedim qızlar. Bəli, tez bazar düşdüm elə qızlar. Saska falan yedim evdə. 8-ə 15 dəqiqə falan qalmışdan başladım yemək yeməyə. Hal-hazırda qızlar 9-a işləyib 10 dəqiqə. Mən bundan sonra biraz istirahət eləməyi, bir 5-10 dəqiqə uzanmağı, biraz telefona baxmağı, sonra isə başqa bir işim yoxdur.
Məncə maraqsız olacaq oralarda. Zaten indidən də çox maraqsızlaşıb. Bundan sonra da yaxın zamanda gəldiyimiz yeri. Kızlar, dedim bugün də vlogumu burada, bu səfər də burada sonlandırım. Deməli qızlar, bugünkü vloqum buraya qədərdir. Həm dünənki, həm də bugünkü vloqum bu 2 günlük vloq idi bildiyiniz kimi. Bu səfərlik bura qədər qızlar. Sağ olun, özünüzə yaxşı baxın. Nə yaxşı ki, hər biriniz varsınız. Çox sağ olun əzizlərim, mənə dəstək olduğunuz üçün çox təşəkkür edirəm. Həqiqətən var olun. Təşəkkürlər. Çox istəyirəm, çox sevirəm sizi. Özünüzə yaxşı baxın. Kanalıma da abunə olub, videoma like atmağı və yorum yazmağı unutmayın. Sizi çox sevirəm. Bye bye.